Salam dostlar, trigonometrik təndiklərə aid belə bir çalışmanın həllinə baxaq. 2 vurulsun kosinus kvadratı 5x bərabərdir kosinus 10x üstəgəl sinus 5x tənliyin ən kiçik müsbət kökü neçə dərəcədir? Deməli, sol tərəfdə verilmiş 2 kosinus kvadratı 5x-in yerinə yazarıq. 2 vurulsun mötərəzidə. Kosinus kvadratın yerinə yazırıq. 1 çıxılsın. Sinus kvadratı 5x bərabərdir. Kosinus 10x-in yerinə yazırıq. Kosinus 10x-in yerinə yazırıq. 1 çıxılsın. 2 sinus kvadratı 5x. Üstəgəl sinus 5x. Yəni, tənlikdə olan ifadələrin hamısını sinus 5x-a gətirdik. Burada alırıq 2 çıxılsın. 2 sinus kvadratı 5x bərabərdir. 1 çıx. 2 sinus kvadratı 5x. Üstə gəlinsin sinus 5x. 2 sinus kvadratları hər tərəfini bərabərliyin bir tərəfinə keçsə islah olunar. Biri sola keçsə 2-dən 1 çıxsa 1 qalır. Alırıq sinus 5x bərabərdir 1-ə. Buradan isə alaraq ki 5x bərabərdir. 1 sinusun xüsusi halıdır. 1-i alır pi bölünsün 2 üstə gəlinsin 2 pi k-da. Buradan alırıq x bərabərdir. Pi bölünsün 10. Yəni hər tərəfi 5-ə böldük. Üstə gəl 2 pi k bölünsün 5-ə. Ən kiçik müsbət kökü soruşur. K-nın yerinə 0 yazsaq alarıq ki x bərabərdir. Pi bölünsün 10, yəni 18 dərəcə.